uşağın C olduğunu düşünürsünüz və qız kimi hərəkətlər edir deyə günahlandırırsınız valideynləri. Analiz etdiyimiz zaman görürük ki, 7 yaşlı uşaq üçün C-dir demək elmi cəhətdən düzgün deyil. Bu sadəcə bir fikir deyil, uşaq psixologiyasında əsas prinsiplərindən biridir. Çünki cinsi orientasiya yeniyetməlik dövründə və daha sonraki mərhələlərdə formalaşan bir xüsusiyyətdir. 7 yaşlı uşaq isə cinsi cazibə yaşamır, romantik yönü formalaşdırmayıbdır. Yəni, davranış bərabərdir cinsi orientasiya demək deyil. Və bu yaşda cinsi orientasiya ilə bağlı heç bir diaqnostik və ya etik əsas yoxdur. Bəs oğlan uşağı qız kimi davranır, qız paltarı geyinir, bunu necə qiymətləndirmək olar? Bu tip hallar psixologiyada cinsi orientasiya ilə bağlı deyil də, bu hallarla izah olunur. 1. Rol davranışı. Uşaq evdə kimlə daha çox münasibətdə olursa, kiminlə daha çox vaxt keçirdirsə, təbii olaraq onu rol modeli alır. Əgər ana, bacı, xala, bibi kimi qadın fiqurları dominantdırsa, kişi rol modeli pasiv, zəif və ya yoxdursa, bu davranışlar inkişaf baxımından gözlənilən bir davranışlar hesab olunur.